İnsan aşık olanda çalışsın dedim bunu. Ona göre aşık olsun ki aşıklar Əhl-i Beyti şad edirlər və aşık olmayanlar Əhl-i Beyti narahat edirlər. Tarix boyu Əhl-i Beyt ancaq aşık olmayanların əlindən narahat olur və aşıqlar Əhl-i Beyti sevindiriblər. O ki deyirlər biz günah eləyəndə İmam Zaman ağa ağlayar. Niyə görə? Yəni bizim aşık olmamağımıza görə ağlayar. Biz ki günah eləyirik, ağa ağlayır. Məyər ürəyimizdə İmam Zamanın məhəbbəti yoxdur, var. Biz məhəbbət sahibi, amma eşq sahibi deyirik deyə bunlar bizim aşık olmamağımızdan narahat olurlar. Və xanım Zeynəbdən narahat edir. Hilal deyir, mən Hüseynlə gəzirdim Kərbəlanı. İmam Hüseyn ağa ilə. Sonra İmam Hüseyn məndən ayrıldı, getdi Zeynəbin xeyməsinə. Həzrəti Zeynəb İmam Hüseynlə danışanda mən sözün bir parçasını özüm eşitdim bu söhbəti. Mən eşitdim Zeynəb İmam Hüseynə deyir ki, qardaş, sən qorxmursan ki, bunlar səni tərk eləyib gedər? Bu səhabələr. Yadındadır, necə qardaşım Həsəni, atam Əlini sahabələr yarımçıq qoydu, getdi. Sənin qorxun yoxdur ki, bunlar da səni tərk eləyər. Zeynəb nədən narahatdır? Birdən bunlar aşık deyirlər, aşık olmazlar. Onların aşık olmamağından. Hüseyin cavab verir, deyir, bacı qorxma, mən onları imtihana çəkmişəm. And olsun Allaha, onların ölümə olan rəğbəti, uşağın ana südünə olan rəğbətindən artır. Hilal deyir, mən bu sözü eşitdim. Demişəm, keçmişdə, sən mən olsam, deyərik ki, nə yaxşı adamam, Hüseyin məni təriflədi. İmam Hüseyin dedi ki, onlar aşıqdırlar. Amma Hilal doğrudan ona görə ki, aşıqdır, Hüseynin tərifinə sevinmir. Hilal narahat olur, deyir, mən necə bədbəxt adamam ki, Zeynəb məndən arxayındır. Gedir Həbib ibn Məzahirin xeyməsinə, deyir, Həbib, evimiz yıxıldı. Həbib deyir, nə xəbərdir, nə olur? Cavab verir ki, Zeynəblə Hüseynin söhbətini eşitdim. Zeynəb məndən narahatdır, bizdən narahatdır. Həbib deyir, Bəni Haşimdən olmayan bütün sahabələr gəlsin. Hamısını toplayır, deyir, gedək İmam Hüseynin bacısı Zeynəbin xeyməsinə. Gəlirlər Həzrəti Zeynəbin xeyməsinə, arxadan İmam Hüseyin əvvəl çıxır, görüşürlər, deyirlər, ağa icazə ver, sizin bacınızla bir cümlə söz danışaq. Ağa deyir, buyurun. Pərdə arxasından Həzrəti Zeynəbə salam verirlər, xanım Zeynəb cavablar. Ondan sonra deyirlər, xanım şahid ol, Allah şahiddir ki, biz nəyimiz var Hüseynin yolunda fəda eləyəcəksən. Hər şeyimizi qurban verəcək. Deyib, bu sözü deyəndə Zeynəb şad olur, sevinir. Aşiqliklərinə əmin olan kimi Həzrəti Zeynəb sevinir və bəlkə də xanım Zeynəbin yadına anası Zəhra düşür. Anası Zəhra hər gün, həftədə neçə dəfə də gedərdi Həzrəti Həmzənin qəbri üstə ağlayardı. Mənası bilirsiniz nədir? Yəni, bir dənə Həmzə kimi aşiq yoxdur ki, gəlsin, əlini qorusun. Yəqin xanım Zeynəb üzün döndərdi Mədiniyə, dedi, ana ya Zəhra, Həmzə axtarırdın, Həmzənin qəbri üstə gedirdin, gəl, gör bu gecə neçə Həmzə var ki, pərvanə kimi Hüseynin başına dolanırlar. Razıdırlar hər şeylərini haqqın yolunda qurban versinlər. Və yəqin ki, sonuncu dəfə idi Zeynəb şad olurdu və sonuncu dəfə idi ki, kimsə Zeynəblə pərdə arxasından danışır. Esselamu aleykə ya Əba Əbdillah. Esselamu aleykə yəbnə Rasulillah. Esselamu aləl Hüseyn və alə Ali ibnil Hüseyn və alə əvladil Hüseyn və alə əshabil Hüseyn.